Dostlar, sabahlarınız xeyir olsun, hamının sabahı xeyirli açılsın. Belə bir şiir alınıb, onu deyim, qulaq asın, ətraflı izahatını verim. Elə bil 21-i gəldilər polislər, dedilər ki, sabah 22-sindən səhərdən axşam saat 6-ya kimi aşmayın, bağlayın toçkaları, general keçəcək buradan, bir gün işləməyin. Uşaqlar da toçkaları işləyənlər yığıldı, yeyib içməyə gediblər. Mənim toçkama aid deyil, yəni bağlamaq, mən dokumentlə işləyirəm də. Mən elə şeylərə fikir vermirəm. Gediblər yeyib içməyə, kimsə götürüb zəng eləyib Qabilə. Qabil də uşaqlar yeyib içməkdən qaydanda başlayıb ağızlaşıb. Yəni arıyı o zəng eləyən qatıb. Bax, ona görə də belə bir şeir yazmışam, deyim, qulaq asın. Ara qarışıbdır Qabil gələndən, yenə çalxalayır, bax hara gəldi. Toçkalar qarışıb biri-birinə, onların günləri de qara gəldi. Eşitdim qardaşlar çıxıb gedirlər, malı toçkaları təhvil verirlər. Deyirlər ki, maşını da satırlar, dincəlmək onlara çox baha gəldi. Orxan günahkarı de hamı bilsin, onun cəzasını qoy Allah versin. Uşaqlar gedib üzünə tüpürsün, söyüşlər başlasın, baxara gəldi. Dostlar, bax belə bir şeir alındı. Dedim ki, qulaq asasınız. Allah mərdimazarı harda var onu çıxdaş eləsin. Cəmaət bir-birindən mehriban olsun. Hamıya can sağlığı, sağ olun.